Mətn prosesoru. Aha, buradan baxaq. Yaxşı, mətn prosesorlarından baxın, görün nə sualınız varsa yönləndirin. 19. 19. Kim idi gələn, onu qəbul edeyim. Bir dəqiqə. Sənan bəy. Yaxşı, 19-a. Tamam, bildim. Bir dəqiqə. Paylaşma ekranı sonra. Aha. 19. Yaxşı. Deyir ki, burada verilmiş cümlələrdə hansında bu köhnə dimin o köhnə test topusundan qalan sualdır. Burada heç birində cavab yoxdur. Hə, bilirsiniz nə suallar? Bir dəqiqə baxın, Cavab burada bir dəqiqə göstərim sizə. İnformatika dim 2023. Bu 2023-də də bura bir 55 yazaq. Yaxşı. Bir dəqiqə. Aha. 55 yazsaq. Qoy, köhnədən bir dənə sizə onu göstərim. 55 çox getdik. 50. Bax, bu sualdır, bax uşaqlar. Köhnədə olan sualdır. Bax, görürsünüzmü bu sualı? 14-cü sual. Bax, burada fikir versəz, variant D-bəndədir burada. D-bəndində say sistemin qalın verib. Görürsünüzmü? Altından xətt çəkdim. Hə. Yeni topluda yazanda bunu, yəni də belə bir dəyişiklik eləyiblər də güya. Bunu elə bil eyni testi gətiriblər A bəndinə. Amma burada say sistemi sözün qalın vermək yaddan çıxıb. Yəni belə baxanda variantların heç biri düz deyil. Sadəcə biz indi bu testi keçən il həll eləmişik. Yəni köhnədən qalan suallardan biri budur. Bu sualda, yəni mən bilirəm ki, say sistemi orada qara hərflərlə və yaxud da qalın hərflərlə belə deyək verilmişdi. Ona görə də yəni böyük ehtimal cavab da buna A bəndi veribdir. Sizdə olsa cavab baxa bilsəz, baxın, buna A bəndi verəcək. Bəli, cavabı A veribdir, amma cavab yox. Köçürüblər təzədən eyni testi. Sadəcə buranı bold yazmaq yaddan çıxıb. Amma köhnədə D variantı düz variantdır. Yəni bu D variantındaydı. Bayaq gördünüz burada. Baxın, burada baxsaq cavab D-dir. Yəni bu D variantında gətiriblər, yerini dəyişiblər. Aynen D-in yerini dəyişiblər, fikir verin. Yəni qrafik buradadır, rəqəmlərlə başlayan buradadır. Burada da qrafik A bəndindədir, rəqəmlərlə başlayan B bəndi. Yəni bizim inkişafımız budur. Yerin bu şəkildə dəyişdik, hər şey düzəldi. Yəni dəyişəndə də səhv ediblər də, başa düşdükmü? Növbəti sualınız? 9-cu suala baxa bilərik. 9. Yaxşı, baxaq. 9-a baxaq. 9-cu sualda bizə deyir ki, mətn redaktorunda əzmlə çalış sözləri yazıldı. Gəlin bunu belə eləyək. Mən bunu buradan kəsim. Daha rahat olsun. Aha. Ekran rahat görürsünüz də yəqin. Əzmlə çalış sözləri yazıldı. Yazdım bunu belə. Əzmlə çalış. Geri Word-ün özünü də eləmirəm ki, biz Word-də həmişə görməyəcək. Ona görə orada göstərmək istəmirəm. Sonra deyir ki, əzmlə sözü seçildi. Yəni, bax, bu sözü seçir. Sözü seçəndən sonra Ctrl-C vurur. Ctrl-C nə edir? Kopyalayır. Yəni, kopyaladı, yaddaşdadır. Sonra ikincidə deyir ki, kursor mətnin sonuna yerləşdirilir. Yəni, bu söz seçiləndən sonra, kopyalandıqdan sonra kursoru yerləşdirir bura, mətnin sonuna. Ctrl-V vurur. Ctrl-V vurdusa, burada bir dənə əzmlə sözün yapışdırdı. Yəni, oldu belə, əzmlə, çalış, əzmlə. Bu şəkildə. Bütün mətin seçilir. Yəni, bunu bütün seçir. Bütün seçəndən sonra Ctrl-X vurur. Ctrl-X bunu edir, kəsir. Kursor hər dəfə növbəti sətrin əvvəlinə keçməklə 3 dəfə Ctrl-V vurur. Yəni, 3 dəfə Ctrl-V vurursa, bunu 3 dəfə yapışdırır da, belə. Çalış, əzmlə. Yəni, bu 3 dəfə belə yazılır. Bura qədər başa düşürəmmi?
Bəli. Aha, bax belə yazıldı. Bundan sonra deyir ki, indi şərtinə baxın, deyir aşağıdakı əməliyyatlardan sonra mətn redaktorunda cəmi neçə söz olacaq? Hər birində 3 söz var. 3 dəfə də 3-ün 9 söz olacaq. A variant. Aydın oldu mu? Bəli. Yaxşı. Növbəti. Növbəti sualınız. Yazdığınız testlərə dərs başlayanda, yəni gimnaziyada keçəcək, hamısını yoxlayacağam. Bax, kimsə deməsin ki, mən nə bilim, harasa yazmışdım, müəllim, nə bilim, qaldı evdə, gətirmədim. Gələndə gətirəcəz, baxacağım. Buyurun, soruşun, görün, suallarınızı verin. Benim 33 var. 33. 25. 25, 33. Yaxşı. 7 var. Neçə? 7. Yaxşı. 7-yə baxaq burada. Yəni bunu kəsəcəyəm ki, belə biraz qarışıq düşür. Aha. 7-də mənə nə deyir? 7-də deyir ki, demək, texnologiya alınan mətnin həcmi neçə baytdır? Texnologiya kitabları ifadəsi sözlər arasında bir boşluq simvol qoymaqla yazıldı. Yəni burada elə göstərildiyi kimi yazılıb da, belə yazılıb. Texnologiya kitabları. Aha, belə yazdım. Sonra deyir ki, kursor birinci addımda yazılan ifadənin boşluq simvolundan sonra kitabları sözünün qarşısına yerlə. Yəni kursor yerləşdi bura. Klaviaturadan sol ox düyməsi 2 dəfə. 2 dəfə vursam, bir dəfə keçər bura. Sonra da keçər bura. Bu şəkildə dayanacaq. Bunları siləcəyəm ki, qarışmasın. Kursorun durduğu yeri bilək. Aha. Bu şəkildə. Sonra deyir ki, klaviaturadan backspace düyməsi 3 dəfə çıxıldatdı. 3 dəfə backspace desə, backspace belə silirdi. Delete də bu istiqamətdə silirdi. Yəni backspace sola, delete sağa doğru silir. 3 dəfə silsəm, y getdi, i getdi, y getdi. Bu şəkildə sildi. Klaviaturadan ox işarəsi sağa ox düyməsi 2 dəfə vurulur. Yəni bax, bu hərflər yoxdursa, bax bu 3 hərf yoxdur. Aha. Onda bura olur nə? Texnolo, burada bir dənə A var. Burada da kursor durubdur. Yəni bu ikisinin belə deyək də, baxın. Burada kursor durub, burada da A hərfi var. Bax bu şəkildə. Mən indi bir dəfə, təbii ki, bu söz də çəkilib gələcək burada, yəni bu yaxına gələcək. Çünki bu sözlər silindikcə çəkiləcək bu tərəfə. Mən indi nə edəcəm? Klaviaturadan 2 dəfə sağa ox işarəsi. Sağa ox işarəsi vursam, bir dəfə keçəcək bura. Bir dəfə də vursam, gəlib duracaq bu 2 hərfinin yanında. Çünki bu çəkilib bunun yanına. Yəni bir dəfə boşluğa, bir dəfə boşluğun sağ tərəfinə. Klaviaturadan delete düyməsi 4 dəfə sıxılır. 4 dəfə də sıxsam, 2, 3, 4. Bunları siləcək. Bunları siləndən sonra mənə nə deyir? Mətn redaktorunda aşağıdakı addımlar icra edilərsə, nəticədə alınan mətnin həcmi neçə bayt olar? Baxıram ki, mənim burada 1, 2, 3, 4, 5, 6, 7, 8 simvolum var. Burada da qaldı 9, 10, 11, 12, 13. Biri də ortada var idi. 14 simvol. 14 simvol var. Mənə nə ilə deyir? Byte ilə deyir. ASCII-də bir simvol 1 byte-dir. Elə olacaq 14 byte. Cavabım 14-dür. Yəni D variantı. Başa düşdükmü? Sual kimin idi? Yaxşı. Növbəti sual neçə dediniz? 25. 25. 25-dən qabaq var mıydı? 10 var. 10. Yaxşı. Ona baxaq. 10-cu sualda baxsaq, demək, mətn redaktorunda boş səhifəyə informatika sözü yazılır və bu söz seçilərək 2 dəfə Ctrl+C vurulur. Yəni, informatika yazmışam, belə, seçmişəm, 2 dəfə Ctrl+C vurulur. İstəyirsən 5 dəfə Ctrl+C vurur. Yəni, gördüyü iş eynidir, mənası yoxdur bunun. Yəni, seçir, Ctrl+C seçir. Daha doğrusu başını kopyalayır. Bir dəfə Ctrl+X vurur.
Yəni bunu kopyalayandan sonra Ctrl-X vurursa, biz RAM-ın işləyişini bilirdik də. RAM-da belədir. Sonuncu əmri yadında saxlayır. Sonuncu əmr. Sonuncu əmr nə vermişəm? Ctrl-X. Yəni kəs demişəm. Bunu kəsib yadında saxlayıb. İndi 3 dəfə Ctrl-V, 3 dəfə Ctrl-V vursam, bunu 3 dəfə yapışdıracaq informatika sözü. Sonra Ctrl-Y vurulub. Ctrl-Y uşaqlar. Demək nə idi? Mətni mərkəzdən hizalayırdı. Center. Mərkəzdən hizalayırdı. Niyə C hərfi ilə verilməmişdir? Çünki Ctrl-C var, copy. Onunla qarışmasın deyə ikinci hərfin əsas veribdir. Ctrl-Y. Mərkəzdən hizalayırdı. Yəni bunun gördüyü elə də bir iş yoxdur. İndi deyir ki, nəticədə mətn sahəsində neçə ədəd informatika sözü görünür? 3 ədəd. Çünki bax, bura mənim üçün önəmlidir. 3 dəfə Ctrl-V vurub. Yəni B variant. Növbəti. 25. 25. Yaxşı. Deyir ki, mətn redaktorunda mətn fraqmenti seçildikdən sonra font size, yəni yazı tipinin ölçüsü bölümündən font size sahəsini oxu çıxıldadıb, sonra isə açılan siyahıdan 19 qiyməti seçilərsə, mətn fraqmenti üzərinə hansı dəyişiklik baş verəcək? Şifrin ölçüsü 19 punkt olacaq, yəni C variantı. Yəni oradakı ölçü nədir? Punktlandır. Ona görə də şifrin ölçüsü, yəni seçilibsə, fraqment seçilibsə, şifrin ölçüsü olacaq 19 nə? Punkt. Bildim. 33. 33 var. 33. 33. Yaxşı. Otuz üçə baxsaq, deyir ki, informatika sözü, bir ədəd informatika və bir ədəd kitab sözləri mövcuddur. Harda? Kitab docx-də. Yəni, bura deyək, kitab docx, belə. Bu tərəfdə də bir dənəsini də verəcək, görək ona nə verir? İnformatika docx, belə, bu şəkildədir. 2 dənədir. Aha. 2 dənə sənəd var burada. Mənə deyir ki, demək, kitab docx-də mənim 2 dənə sözüm var. Yəni, burada var demək, informatika, bir ədəd də kitab sözü. Bax, altından xətt çəkəm, özü də qara hərflə verib. Burada yazıram, informatika, bir dənə də yazıram, kitab sözü. Bunlar bu sənəddədir. Bax, bu sənəddədir. O biri sənəddə indi deyəcək neyinirik? Deyir ki, kitab sözü seçilərək Ctrl-C vurur. Mən seçib Ctrl-C vursam, bu kitab sözünü kopyaladım. Klavişlər kombinasiyası sıxılır, sonra informatika.docx mətn, boş mətn faylında paste əmri. Yəni, gəl durur burada, paste deyir, ya da Ctrl-V deyir. Bura bir dənə kitab sözü yapışdırdı, paste dedisə. Daha sonra kitab.docx mətn faylında hər dəfə yeni sətirdən başlayaraq 3 dəfə paste deyir. 3 dəfə də paste isə, burada kitab, bir dənə də kitab. Belə bu şəkildə yazılacaq. Sonra deyir, hər dəfə yeni sətirdən başlayaraq 3 dəfə paste əmri icra etdikdən sonra sonuncu söz seçilərək, yəni bu sonuncunu seçdi, yenə kitab sözdür. Ctrl-X vurdu. Ctrl-X vursa, bunu buradan kəsdi. Kəsdi götürdü. Və sonra informatika.docx mətn faylında hər dəfə yeni sətirdən başlayıb 2 dəfə paste əmri. Kəsdi, bax, buraya yapışdırır. Kitab. 2 dəfə vurub paste əmri. Belə. Nəticədə kitab.docx və informatika.docx mətn fayllarında neçə söz əks olunar? Yəqin ki, bir yerdədir. Hə, yox, tək-tək veribdir. Burada 4 dənə oldu. Burada isə 3 dənə. Kitab docx-də 4, kitab informatika docx-də 3 dənə. Variantım Y variantıdır.
Başa düşüldümü? Bəli. Yaxşı. Kimlər var burada? Sənan. Aha. Növbəti sualız 34. 34. Yaxşı. Bu da biraz qarmaşıq görünən sualdır. Aha. Deyir ki, sənədin ilkin variantı 3 abzasdan ibarətdir. Bu abzasları belə deyək də mənim üçün qeyd eləyibdir. Demək, birinci abzasın adı belədir, in. Burada 1 yazıram, təkrarən. İkinci abzasın adı for-dur. Üçüncü abzasın adı isə remedy. Aha. Deyir ki, aşağıdakı əməliyyatlar həyata keçirdikdən sonra ilkin olaraq in, for, remedy kimi işarələnmiş abzaslar hansı sırayla düzülmüş olar? Yaxşı. Deyir ki, ikinci abzas seçilir. Bu ikinci abzasımdır. Yəni, Ctrl-X vurulub. Ctrl-X vursam, inşallah bunu kəssəm, yadınızda saxlayın, aşağıdakı sətir qalxacaq bunun yerinə. Yəni, bunu belə olduğu kimi saxlayıram. Elə bunu kəsmiş forması necə olacaq? In yazacaq, bir də burada RM olacaq. Yəni, bu RM aşağıdan qalxdı yuxarıya bunun yerinə. Bu şəkildə. Sonra deyir ki, ikinci abzas, buranı oxuduq, bu getdi. Kursoru üçüncü abzasın əvvəlinə gətirilir. Bax, gətirdi kursoru bura. Kursoru bura gətirəndən sonra Ctrl-V vurdu. Yəni, paste elədi. Nəyə paste eləyəcək? Bu fonu. Fonu paste eləyəndə bu RM təzədən düşəcək aşağıya. Yazı saxlayın. Bir sətirdə məlumat varsa, mən gəlib həmin sətrin qarşısında durub paste eləyəndə o sətir düşür aşağıya, onun yerində paste olunmuş nədirsə o görsənir. Ona görə də paste olunandan sonra quruluş bu şəkildə olacaq. In, for, rm. Belə, bu şəkildə. Sonra deyir ki, sonuncu abzas seçilir. Sonuncu abzasın buradır. Ctrl-C vurulur. Yəni, bunu kopyaladım. Kursor ikinci abzasın əvvəlinə gətirir. Yəni, gətirir bura. Sonra Ctrl-V vurur. Mən nəyi kopyalamışam? RM-ni kopyalamışam. Burada Ctrl-V vuranda bura RM-yə yapışacaq. Bu fo düşəcək aşağıya. Yəni, ona görə də cərgən belə olacaq. In, RM, fo, sonra bir dənə də RM. Yəni, bu fo düşdü bura aşağıya, bu RM-nin üstünə. Bura. Bu RM də oldu fonun yerində. In, RM, fo, RM. Harada var? A variantı. Qaranlıq qaldırsa, Word-də də bir dəfə göstərim. Mən başa düşdüm. Yaxşı, növbəti. Sual varsa deyin. 49. Axan, sualın deyəsən var, amma səsin qəşəng gəlmir. 40 dedim müəllim. Neçə? 40. 40. Bir də 39 dediniz. Tamam. Aha, 37. 37. Yaxşı. 37-yə baxaq, sonra 39-a, sonra da 40-a. Cərgə ilə gedəcək. Hə. Bu keçən dəfə mən dərsin sonunda, Word dərsinin sonunda bununla bağlı bir sizə izah verdim. Lap sona qalmışdı layout bölümü. Orada sırf bu məsələyə görə izah vermişdim. İndi deyib yox, deyim. Mətn redaktorunda yaradılmış aşağıdakı cədvəlin birinci, ikinci və üçüncü sətirlərinin ikinci və üçüncü sütunları. Yaxşı. Burada bu deyilənləri bir görməyə çalışaq. Bax, birinci, ikinci, üçüncü sətirləri. Bu sətirlərin ikinci və üçüncü sütunları. Bax, ikinci, üçüncü sütunu buradır. Yəni, bax, ümumi şəkildə dediyi aralıq bu hissədir. Belə. Aha. Birlikdə siçanla seçilir. Fərz eləyək ki, belə mən də seçdim bu ərazini. Sonra layout alətlər zolağındakı merge bölümünün merge cells komandası icra olunur. Yəni, bura merge cells desəm, bunları nələmiş olacaq? Birləşdirəcək. Birləşdirəndə buradan neçə xana sililir? 1, 2, 3, 4, 5, 5 dənə silinəcək. 6-dır. Elbə biri yerində qalacaq deyə mən belə deyirəm ki, bəli, 5 dənəsi silinmiş olacaq. Aha.
İndi ümumisinə mən bunun bir baxım. 3, 4, 5, 6 belədir. 1, 2, 3, 4, 5, 6 da belədir. 6 dəfə 6, 36 bunun ümumi xana sayıdır. Niyə belə elədim? Çünki burada məndən xana sayı soruşur. Bu komanda icra olunduqdan sonra cədvəldə 30 müəllim. Yuxarıda Müəllim 30 xana deyə. səhv saydım. 1, 2, 3, 4, hə 5'dir. Mən 6 saydım. Onda 30 xanadır. Aha. İcra olunduqdan sonra neçəsi qalacaq? 30-dan da 5'in çıxacağım. Qalacaq nə? 25. Yəni əvvəli 30 idi. Mən orada xanaları seçib birləşdirdikdən sonra 6 xana seçmişdim. Birləşdirəndə 5'i silindi. Yerinə 1 qaldı. Aha. Demək onda mən 5 xananı silmiş oluram. Ümumi sayda 30'du. 30'dan 5'in çıxdım 25. Məsələ kimin idi? Başa düşdümü? başa düşdüm. Yaxşı. Növbəti sualınız dediniz neçə idi? 40 mı? 40 var. 39 da değil. Elə bir 39 da değildi. 39 izah edeyim mi? İyi. Yaxşı. Belə kəssəm. Bu aşağı hissə görsənmir. Eyb yox. Mən buradan görürəm. Burada bir məhz yazıb belə. Buranı tamamlayaq. Aha. Deyir ki, metr prosesorunda yazılmış sənədin ilkin variantı bayaqki məsələ kimində əslində, amma problem yox. Demək, birinci abzas kontdur, ikinci məhzdir, üçüncü infodur. Deyir ki, aşağıdakı əməliyyatlar icra olunduqdan sonra ilkin olaraq kont, məhz, info kimi işarələnmiş abzaslar hansı sırayla düzülmüş olar? Birinci nə deyir? İkinci abzas seçilir. İkinci abzas məhzdir. Yazaq belə. Ya da bütün hərfləri nəyə yazıram ki? Hərəsindən bir hərf yazım, onsuz da birinci hərfləri fərqlidir. Aha. K, M, bir nə? I yazdıq, belə. Deyir ki, ikinci abzas seçilir, yəni bu abzas seçildi, bura. Və Ctrl-C vurdu, yəni bu kopyalandı. Sonra deyir ki, kursor birinci abzasın əvvəlinə gətirildi, yəni gəldi bura. Ctrl-V vuruldu. İndi Ctrl-V vuranda bura M yapışacaq, bu C düşəcək aşağıya. Yəni yeni cərgə belə olacaq. M, C, M, I, belə. Aha, sonra deyir ki, basılır və bu əməliyyat yenidən təkrar olacaq. Bir dəfə də vuracaq. Bir dəfə də vursa, bir dənə də M var burada, yuxarıda. Deyir ki, sonuncu abzas seçilir, yəni bura seçilir və delete klavişi. Delete burada icra olunsa, bunu siləcək. Bu getdi. Birinci abzas seçilir, yəni bax bura seçildi. Birinci abzas seçiləndən sonra nə vuruldu? Ctrl-X vuruldu. Yəni bu kəsildi. Bu kəsiləndən sonra kursor sonuncu abzasın əvvəlinə gətirilir. Yəni kursor gətirildi bura və Ctrl-V vuruldu. Ctrl-V vurulsa bura bir dənə də M yazacaq bu şəkildə və bura silinibdir. Demək belə oldu sonuncu. M, C, M, M şəklində. Varmı belə? Y variant. Sual kimin idi? Başa düşmədisə bir də deyim. Başa düşdüm. Yaxşı. Növbəti sualınız 40. 40. Aha. Bu da maraqlı bir testdir. Mətn redaktorunda 4 abzasdan ibarət mətn var. Yəni 4 dənə abzas. Tutaq ki, elə rəqəmlə işarə edirəm. Birinci, ikinci, üçüncü, dördüncü belə. Sonuncu abzasdan başqa hər abzas üçün növbə ilə aşağıdakı əməliyyatlar icra olunur. Yəni hələ bunu saxlayır. Bu üçü üçün icra edir bu dediklərini. Birinci növbədə abzas seçilir. Ctrl-C vurulur, kopyalandı. Abzası seçdim, Ctrl-C vurdum, kopyaladım. Sonra kursor abzasın sonuna qoyulur. Abzasın sonuna bura yəni, bura gətirir. Enter vurulur. Enter vurulsa buradan elə bir sətr düşəcək aşağıya. Aşağıya düşəndə təbii ki, bunlar çəkildi aşağıya. Orada bir yer açıldı, bir sətr açıldı. Ctrl-V vurulur. Ctrl-V vuranda bunu kopyalamışdı axı, yapışdırır.
Bir dənə də enter vurur, bir dənə də Ctrl V vurur. Yəni onda belə çıxır ki, bunu əgər hər abzas üçün eləsə, bax burada 1 yazılmışdı, kursor durmuşdu burada. Düşdü bura. Ctrl V vurdu, bura 1'i yapışdırdı. İndi kursor durub burada. Enter vurdu, bir də düşdü. Ctrl V vurdu, bura yapışdırdı. Yəni belə çıxır ki, hər abzasdan neçə dənə yapışdıracaq? 2 dənə yapışdırır da. Enter, Ctrl V, Enter, Ctrl V. Bu şəkildə. Onda hər abzas, yəni bu 3 abzasdan söhbət gedir. Hər biri 3-3 olacaq belə. İndi gəlir sonuncu abzasa. Sonuncu, yəni 4 üçün abzas seçilir, Ctrl-C vurulur. Kursor abzasın sonuna qoyulur, yəni bura. Enter, Ctrl-V bir dəfə yapışdırır. Yəni biri var idi, birini də yapışdırdı. İndi deyir ki, bunlar icra olunduqdan sonra mətn redaktorunda neçə abzas var? Yəni 3 dəfə 3-ün buradadır. 3 dəfə 3. 9 dənəsi buradadır. 2 dənəsi də burada. 11 mi olur cavab? İnşallah səhv saymadım. Yaxşı. Kimin idi sual? Başa düşdü mü? Bəli. Yaxşı. Növbəti sualınız? Bilmiyorum. 41. Yaxşı, buna baxaq. Burada nə deyir bizə? Burada deyir ki, mətn redaktorunda 6 sütun 8 sətirdən ibarət, yəni 6-nın 8-ə belə ibarət cədvəl vermişdir. Əgər hər 2 sütundan sonra bir sütun silinərsə və hər 4 sətirdən sonra 2 yeni sətir əlavə edilərsə, cədvəldə cəmi neçə xana olar? İndi burada mənim 6 sütunum var. Mən əgər buradan sütunlardan 2-2 silirsə, mən bunu 2-2 belə deyək də 2 dənə ikiliyə ayırsam 3 olur, bir də 3 olur. Burada fərz eləyək ki, mənim 3 dənə sütunum var. Bu 3 sütunun ikisini keçəndən sonra 3-cünü silir. Qaldı burada 2 sütun. Bu 3 sütundan da ikisini keçəndən sonra 3-cünü silir. Qaldı yenə 2 sütun. Yəni hər 3 sütundan biri silinir ki, ikisi qalır. Burada isə belə deyil. Hər 2 sütundan sonra bir sütun seçilir. Baxın, hər 2 sütundan sonra bir sütun. Demək, bu əməliyyatda 3 sütun iştirak eləyir. İkisi qalır, birini silir. Bunu 2 dəfə eləyə bilər də. Çünki 6-da 2 dənə 3 var. Yəni, bura nəzər yetirsəm 2, 1 deyə nəzər yetirsəm 2 dənə 3 var. Hərəsindən birini silsə, demək sütun sayı qaldı 4. İndi gəldim, deyir ki, aşağıda burada. Və hər 4 sətirdən sonra 2 yeni sətir əlavə edilərsə. Bax, 8-i mən 4-4 bölsəm, 2 dənə 4-lük var. Bu 4-dən sonra ikisini buraya əlavə eləyəcək. Bu biri 4-dən sonra da ikisini buraya əlavə eləyəcək. Onda mənim sətir sayım olacaq neçə? 12. Bu şəkildə. İndi deyir ki, cədvəldə cəmi neçə xana var? Xanaları da tapmaq üçün sətir sütun sayını bir-birindən eləmək lazımdır. Vurmaq lazımdır. 4 dəfə də 12 mənə nə verəcək? 48. Bir daha izah eləyə bilərəm, əgər başa düşməlisə. Başa 42-yə də baxarsın. Baxın. 42. Nəyi başa düşməsəz, təkrarən soruşun. Yəni, belə deyək də, təsəvvür yarana bilməsə, Word-ün üzərindən də göstərə bilərəm. Orada cədvəl də düzədə bilərik, göstərə də bilərik. Mən niyə Word üzərindən demirəm? Çünki sizin imtahanda, belə deyək də, qabağınızda proqram olmayacaq. Siz təsəvvür eləməyə, riyazi olaraq təsəvvür eləməyə bacarmalısınız. Ona görə də o şəkildə demirəm. 42-də deyir ki, mətn redaktorunda 3 sütun və 5 sətirdən ibarət. Bax, 3-ün 5-ə bir dənə cədvəldir. Sonra həmin cədvəlin hər sütunundan sonra 2 yeni sütun əlavə olunur. Yəni, bunun cəmi 3 dənə sütunu var. Bax, 1, 1, 1. Belə yazdıq. Bura ikisini əlavə elədi. Burada oldu 3. Burada ikisini əlavə elədi. Burada da oldu 3.
Burada ikisini əlavə elədi. Burada da oldu 3. Bunları da bir-birinə vursaq 3 dəfə 3 dəfə 3. Oldu burada neçə dənə? 27 dənə. Sonra deyir ki 2 yeni sütun və hər sətirdən sonra 3 yeni sətir əlavə olundu. Bunun 5 dənə də belə deyək də sətri var. 1, 2, 3, 4, 5. Hər birindən sonra 3 dənəsini əlavə eləyir. Belə deyir burada. Aha. Bu şəkildə. Belə çıxır bax 4, 4, 4. Yəni 5 dənə nədir bu? Dörtlükdür. Onda nə olar? Yani yukarıda niye 27 oldu? Burada demir belə, mətn redaktorunda 3 sütun və 5 sətirdən ibarət cədvəl daxil edilir. Sonra həmin cədvəlin hər sütunundan sonra 2 yeni sütun. Elmi Bəli, buralar biz toplamazdı. Biz yazıldık ki. Ha, pardon, toplayacaqdıq. Toplayın. Düzdür. Bura olacaq 9. Bəli. Burada da 4 4'dür. Bunları da toplasa mənə nə verər? 20 mi? İndi mənə nə deyir? Deyir ki, daha sonra bütün cədvəl seçilir. Ctrl-C əmrindən istifadə edilir və Ctrl-C əmrindən istifadə edilmişsə, bu cədvəli 9-un 20-yə cədvəli kopyaladım. Və Sonra yapışdıracaq 2 dənə. yapışdırıbdır. Hə, bir dəfə kontrol və deyib. 2 dənə bundan olacaq. Yəni burada 180 xana var. Deyəsən xananı soruşur. Bax görürsən 180 xana var. Vursam 2-yə 360. Düz olar mı? Evet, başka bir şey. Geç sayfa. Hə. Yenə deyirəm, bunu Word-də də gedib göstərmək olar. Amma yenə öyrənmək lazımdır bu şəkildə ki, çünki bizim qabağımızda Word olmayacaq. Təsəvvür eləyə bilməliyik. Növbəti. Yaxşı. Sualınızı eşidirəm. Növbəti sualınız. Buralarda sual qaldı mı? Yaxşı. Excel yazmısınızmı? Bəli. Mən. Yaxşı. Hə. Mən belə deyək də məcbur olaraq yox, sadəcə demişdim, deyəsən diaqramlara qədər belə bir şey demişdim. Bura qədər demişdik. Diaqramlara qədər. Qapalılar da. Qapalılar olur, bəli, diaqram. Hələ diaqram hissəsində də qapalılar var. Onlara da baxacağıq, sonra gedəcəyik açıqlara indi olsa əgər. Yaxşı, suallarınızı eşidirəm. Mənim 5 var. Müəllim, mən ekran görünmür. Ekran görünmür. Birazdan olsa olacaq. Onlar bəlkə qızım internet zəifdir. Bayaq görünürdüm, bildirdi. Yəni mən biraz çox hərəkət elətdirdim. Biraz gözləyə, sən də görsənsin, davam eləyim. Görünəndədir. Yox, siz izah edin. Sualın hələ ki yoxdur, siz izah edin. Yaxşı, 5 demişdiniz deyəsən. Qarşı nömrə nədir ki? Aha, deyirəm. Bayaqki sualın da buydu deyəsən. Bəli. Hə. Bax, bir var mütləq ünvan, bir var qarışıq ünvan, bir də var nisbi ünvan. Bunların hamısını deyim ki, bilək. Bax, burada A variantı ki, görürsən ha. Bu A variantı mütləqdir. Yəni, bu hər yerdə A40-dır, yəni dəyişməyəcək. Və yaxud da G5-ə baxsan D variantında, bu da mütləqdir, dəyişməyəcək. Niyə? Çünki həm sütunun, həm də sətrin qabağında sabitləmə işarəsi var. Yadımda saxlayıram, əgər həm sütunun, həm də sətrin qarşısında sabitləmə işarəsi varsa, bu mütləq ünvandır. Qarışıq nədir? Qarışıqda ya sütundadır, ya sətirdə, ikisində də deyil sabitləmə işarəsi. Yəni, buradan baxsam C variantı qarışıqdır. Yəni, sütunda var sabitləmə, amma sətirdə yoxdur. Nisbi nədir? Ümumiyyətlə, heç bir işarə yoxdur. Yəni, sabitləmədən söhbət gedir. Nə sütunda var, nə sətirdə.
Belə olanda o hər yerdə dəyişə bilər, nisbidir. Fikrim çatdımı? Başa düşdüm. Yaxşı. Növbəti 9. 8. 8-9. 8 var müəllim. Yaxşı, 8-9. Baxaq bir yerdə. 8, bir də 9. Yaxşı, bunların ikisini də kəsin buradan. Hələ bir dəfəlik onsuz da baxacaq. Ah. Mən 8-də nə deyir? Deyir, elektron cədvəldə B4, B5, C4, C5 xanalarına uyğun olaraq, yəni B4-ə 1, B5-ə 3, C4-ə 4, C5-ə 2 qiymətləri, Y9 xanasına isə SAM B4, C5 plus 3 düsturu daxil edilmişdir. Y9 xanasındakı düsturun nəticəsini müəyyən edin. Düşmüşkən buradan sizə belə bir şey deyim. Burada məsəl üçün biz B4 2 nöqtə C5 gördük. Əgər uşaqlar verilən ünvanlar arasında 2 nöqtə varsa, bu nəzərdə tutur diapazonu. Diapazon. Yəni aralıq. Yəni B4-də başlayır, C5-də bitən aralıq. Bunu nəzərdə tutur. Amma mənə möhtərizə içində B4 nöqtəli vergül C5 yazsa və yaxud da B4 vergül C5 yazsa, onda sadəcə bu iki xananı nəzərdə tutur. Bunu mütləq yadınızda saxlayın, çünki orada çaşdırmağa çalışacaqlar bizi. Bizə belə verəcək SAM funksiyası, açacaq möhtərizəni, yazacaq B4 nöqtəli vergül C5. Sən deyərsən ki, yəqin B4-dən C5-ə qədər aralığı nəzərdə tutur. Oradakı bütün qiymətləri SAM deyib toplayacaqsan. Amma halbuki sənə 2 dənə xanadakı dəyəri deyir. Bir B4-də olan dəyəri, bir də C5-də olan dəyəri. Bunu yadımızda saxlayaq. İndi mən oranı izah edeyim. Ah. İndi baxıram, B4-dən C5-ə deyir. B4-dən C5-ə bax, alınan qiymətlər bunlardır. Yəni 4, 4, 8, 10. Üstünə də 3 gəlir. Oldu 13. Başa düşdünmü? Bəli. Təsəvvür eləmək üçün də belə deyim. Baxın. A, B, C, D, burada da bir Y deyək. Belə bu şəkildə. Mən yuxarıdakıları çəkməyəcəyəm. Buraya elə bir fərz eləyək ki, 4-cü sətirdir. 4-cü sətirdir. Burada 5-ci sətirdir. Bu şəkildə. Belə. Mənə deyir B4-dən, yəni bax buradan getdi C5-ə qədər. C5-də buradır. Bax, mənə bu aralığı deyir. Aha. Yəni, bu aralıqda verilən qiymətlər. Bu aralıqda da B4-ə 1 verib, B5-ə 3 verib, C4-ə 4 verib, C5-ə də 2 verib. Belə. Bunları ona görə topladım. Yəni, niyə topladım? Əgər sual qalsa, istədim ki, bunu təsəvvür edəsiniz ki, başa düşəsiniz. Yaxşı. İkinciyə baxıram. Yəni 9-cuya daha doğrusu. Elektron cədvəl fraqmentinə əsasən B2 xanasının qiymətini müəyyən edin. Yaxşı, B2 buradır. Buranı nəzərdə tutur. Buranı toplayacağım. Bax, baxıram ki, SAM-da A1-dən A3-ə deyir. A1 buradır, A3 buradır. Yəni bu aralığı mənə deyir. Bu aralığı. 13. Bura 13 oldu, bəli. 13 bura. Üstə gəl. SAM C1-dən C3-ə deyir. C1-dən C3-ə də buradır. Burada oldu nə? 10. İndi baxıram ki, mən əməl sırasına görə birinci 10-u bölməliyəm burada 5-ə. Eləməlidir nə? 2. Sonra 13-ün üstünə gəlməliyəm 2. O da eləməlidir nə? 15 mi? Bəli. Yaxşı. Başa düşdükmü bunu? Kiminci sual? Yaxşı. Növbəti. 22 var. Zəng eləyən nömrələr neçə idi? 29.
Zəncim, 9907770. mənə indi bir nömrədən zəng gəlir, 7071. Elə bilirəm, bu nömrələrdə şeydir. Hə, mən normalda kampaniya nömrələri, prosta loteriya nömrələri. Mənimlə deyirlər. Elə işimizi pozmur. Nədir lan? Daşmayın da. Yenə daşmayın da. Yox, qorxuram, bərk qorxuram. Hə, sonra Korkmaya vermez bak problem yok. növbəti sualınız. Növbət Mən 22 var. 29. 22. Bə. 22-dən qabaq yoxdur. Yaxşı, baxaq 22-yə. Aha. İndi burada baxsaq, bizə nə deyir? Əvvəl ona bax. Elektron cədvəlin D6 xanasına daxil edilmiş düstur. Yəni bu düsturdan söhbət gedir. Burada verilən bu düsturdan. Çünki D6 buradır. Bax, D6. Bunların kəsişməsidir. Daxil edilmiş düstur F3 xanasına köçürülərsə. Düstur necə alınır? Uşaqlar, keçən dəfə də dedim. Yəni heç vaxt belə fikirləşməyin. Mən gəldim bura, fərz eləyək, buradan da gəldim bura. Belə fikirləşməyin. Belə fikirləşsəz səhv eləyəcəksiniz. Yəni bu sizə çətin gələcək. Nə edirsiniz? Bax yazırsınız D6 F3. Bunu mən D6-dan F3-ə köçürmüşəm. D-dən F-ə sütun sayı nə qədər dəyişib? Bu dəyişikliklərdə bəli, bu dəyişikliklərdə yadınızda saxlayın. Durduğunuz sütunu heç vaxt saymayacaqsınız. Sənin onsuz da belə deyək, düsturun D sütunundadır. Ona görə D sütununu saymayasın. Sonrakı iki sütundur, baxın. Bunlardır. Burada demək sütun sayı 2 sütun dəyişib, yəni 2 sütun artıbdır. Bunu belə işarələdim. 6-dan da 3-ə dəyişibdir. Sətir sayları. Onda demək 3 sətir də azalıbdır. Bunları təyin eləyəndən sonra mən bilirəm ki, artıq sütun sayını 2 vahid artıracağam, sətir sayını 3 vahid azaldacağam. Harda? Həmin düsturda. Amma bunu da eləyən zaman sabitlərə fikir verəcəyim. Yəni sabit varsa qarşısında mən ondan o deyilən rəqəmləri çıxa bilmərəm. İndi birinciyə baxıram. A sabit 2-dir. Sütun sayımız 2 sütun dəyişirdisə, onda A-dan gələcək hara? C-yə. Yəni 2 sütun. Gəldi C-yə. A-dan C-yə. Bura olacaq C sabit 2. Üstə gəl. Sütunu dəyişə bilmirəm B4-də. Niyə? Çünki B-nin qarşısı sabitdir. Sabit B. Sətir sayı 3 sətir azalır. 4-dən 3-ün çıxsam 1-i. Üstə gəl. O birisi C3 sabit olaraq qalır. Sabit. C sabit 3. Üstə gəl 5. Bu harda var? A variant. A variantı. Bəli. Kimin idi sual? Başa düşdümü? Bəli, başa düşdüm. Həmişə bu qaydanı seçin. Yəni heç vaxt fikirləşməyin. Bu yuxarı getdi bir belə, sonra sağa gəldi bir belə. Belə eləsəz olar ki, səhvə yol verərsiniz. Növbəti sual. %29. 29, lap yaxşı, baxaq. 2 nəfər deyəsən dedi. 29-a baxaq. Demək deyir ki, elektron cədvəlin fraqmenti verilmişdir. D3 xanasındakı düsturu B1, B5 diapazonunun xanalarından birinə köçürülərkən xananın qiyməti 14-ə bərabər oldu. Düstur hansı xanaya köçürülmüşdür? Mən əgər bunu bax bu aralığa köçürəcəyəmsə, həmişə belə məsələlərdə nə edirsiniz uşaqlar? Düstur hansı sətirdə durubdur? O sətirlə köçürürsüz. Yəni heç vaxt yuxarıya, aşağıya bu şəkildə köçürmürsüz. Köçürürsüz necə? Birbaşa eyni sətirdən. Eyni sətirdən köçürürsüz. Eyni sətirdən köçürsən bu gəlib duracaq B3-də. Onda belə olan halda mən hesablayıram. Bu D3-dən gəlsə B3-ə. Baxıram ki, sətir sayları dəyişmədi. Dəyişən nədir? Sütun sayıdır. Neçə sütun dəyişdi?
2 sütun dəyişdi. İndi bu düstura baxsam, mən bu düsturu 2 sütun dəyişsəm, bu gələcək hara? Demək 2 sütun dəyişsə, C-dədirsə gələcək aya, A sabit 4 vurulsun. C sütunu burada dəyişməyəcək, çünki qarşısı sabitdir. Sabit C 3-ə. Yəni C sütunu olduğu kimi qaldı. C3 sütunu. C3-ə baxıram, C3 neçədir? 3-dür. Düzdürmü? Bu nəyə getdi? A4-ə. A4-də A4 neçədir? 7. A4-də 7-dir. İndi belə çıxır ki, mən bunu bax, bura çəkdim. 7 dəfə 3-ün, bura oldu 21. Demək ki, birincidə baxıram ki, bu B1 deyil. Yəni, mən bunu B1-ə gətirsəm, o qiyməti almayacaq. Başqa cür necə baxa bilərəm? Adətən bu məsələlərdə, belə deyək, gəlir həmişə eyni sətirdə dayanır. Amma bu məsələni biraz fərqli qruplar, onda fərqli yöndən baxacağım. Nəyə vursam 14 eləyir? Baxın. Orada 2 ilə 7-ni götür. Ay sol. İndi 2 ilə 7-nin olduğu xanalar necədir? A4-dür. Bir də C2-dir. Demək, mən bu düsturu bura gətirəndən sonra, bura gətirəndə necə olmuşdu? Demək, A sabit 4 vurulsun, sabit C3. Bunu bura gətirib aşağı çəksəm, yəni B nəyə? 4-ə çəksəm. B 4-ə çəksəm, dəyişən sətir olur. Buradakı sətir də sabitdir, dəyişməyəcək. Bu dəyişib olacaq C nə? C4. Onda belə çıxır ki, mənim dəyişməli olduğum yer B5 imiş. B4 imiş, bağışlayın. B4. Bunun izahını bir də verəcəm. Belə bəlkə biraz qarışıq oldu. Baxın, bu məsələdə demək yanaşmam necə oldu? Baxırıq, mənə deyir ki, nəticə 14 olsun. Nəticənin 14 olması üçün, mən demək 7-ni vurmalıyam 2-yə ki, burada hasildir, 14 alınsın. Bu 14-ün alınması üçün mənim düsturum bu xanada, bax burada, bu şəkildədir. C sabit 4 vurulsun, sabit C3 bu şəkildədir. Demək, mən elə eləməliyəm ki, bu gəlsin, bu dəyişməsin, olduğu kimi qalsın. Burada isə sətir dəyişsin, sabit C4 olsun ki, 2-ni seçsin. Burada isə sütun dəyişsin, A sabit 4 olsun. Bu durubdur harda? D3-də. D3-dən demək, C-nin A-ya gəlməsi üçün 3 sətir, daha doğrusu 3 sütun dəyişməliyəm. Bu gəlməlidir B-yə. Bu 3-ün 4-ə dəyişməsi üçün mən bir sətir aşağı düşməliyəm. Bax, bu gəldi B-yə, bu istiqamətdə. Belə gələndə sətir dəyişmir, sadəcə sütun dəyişir. İndi mənə bir sətir də dəyişmək lazımdır. Onda mən bir də düşməliyəm aşağıya. Onda belə çıxır ki, mən B3 gəlib düşməliyəm bura aşağıya. Bu da olmalıdır B4. Fikrimi tuta bildinizmi? Yaxşı. Sualı başqa kim vermişdi? Mən də var. Var idi mən. Başa düşdük. Bəli. Yaxşı. Növbəti sualınız? 37. 30 mu? 30. Bəli, 30. 30'a baxaq, sonra da 37'yə baxaq.
30-a baxsaq, burada nə deyir? Elektron cədvəlin D2 xanasına daxil edilmiş düstur D3 xanasına köçürən zaman hansı düstur alınacaq? Mən düsturu burada görürəm. Yəni burada durub D2 xanasında, xanada duranda funksiya bölümündə mən düsturu görürəm. Demək D2-dən baxın uşaqlar, gedəcəm D3-ə. Yəni mənim sütunlarım dəyişməyəcək, olduğu kimi durur. Hər iki tərəfdə eynidir. 2-dən getmişəm 3-ə, yəni bir vahid artacaq sətir sayı. Sütun sayına dəyməyəcəm, sətir sayı bir vahid artacaq. Düsturum da orada gördüyüm kimi bu şəkildədir. A2 vurulsun, sabit ya da mütləq C1-ə. İndi burada mən bunu sürütləyəndə dedim ki, sütun sayı dəyişmir. Onda A olduğu kimi duracaq. 2, bir vahid artıb olacaq 3. Vurulsun. Burada mütləqdir. Heç bir şey dəyişməyəcək. Sabit olaraq qalacaq. Hardadır? C variantında. Başa düşdünmü? Başa düşdüm. Yaxşı. Növbəti neçə idi? 37 dediniz deyəsən. 37. 37-də bir riyazi bir yanaşmadır bu. Yəni mən heç vaxt belə deyək də elektron cədvəldə yazanda bu şəkildə kəsr xəttin birbaşa çəkə bilmirəm. Kəsr xəttini çəkib göstərərəm ha. Equation'dan istifadə edib, yəni görüntü olaraq onu yarada bilərəm. Amma xanada hesablamaq üçün heç vaxt belə bir kəsr xətti yoxdur. Yəni mən istifadə edirəm normal klaviaturadan bildiyim kəsr xəttindən, yəni belə istifadə edirəm. Ona görə də burada deyir ki, x-in yerinə A1 veriləcək. Belə bir şey deyir. O mənada 5 vurulsun A1 buradadır. 5 vurulsun A1. Yəni sürətdədir. Məxrəcə fikir versəz, x plus 1, yəni A1 plus 1 hesablanandan sonra 25-ə vuracaq. Və mən el eləməliyəm ki, burada əvvəl yazım bunu. 25 vurulsun A1 üstəgəl 1. İndi mən bunu bu şəkildə yazsam, proses belə gedəcək. Baxın. Əvvəl, yəni ardıcıllıq olaraq, əvvəl bunu hesablayacaq. Sonra deyək ki, burada möhtərizəni hesablayıb, bu heç. Sonra buradan aldığın nəticəni böləcək 25-ə. Sonra vuracaq bu möhtərizənin nəticəsinə. Bu şəkildə gedəcək. Ancaq mən istəmirəm axı elə olsun. Mən istəyirəm ki, 5x-i nəyə bölsün? 25 vurulsun x plus 1-in nəticəsinə bölsün. O mənada mən nə edəcəyəm? Baxın. Bax, bu hissəni alacağım möhtərizə. Yəni məxrəc hissəsini. Niyə möhtərizə aldım? Çünki buranı həll edəndən sonra bu möhtərizəni həll edib bundan çıxan nəticə ilə nisbət yaradacaq 5 vurulsun A1-də. Onda hansı variant olur mənim üçün? A variantı düz olar. A variantı. Bəli. Məsəl üçün B variantı niyə düz olmur? Burada bunu belə deyək, belə yazsam mən 5A1 bunu səhv qəbul eləyəcək. Nə mənada səhv qəbul eləyəcək? Bunu çalışacaq ki, xananın adı kimi oxusun. Xananın adı kimində oxuyanda xana rəqəmlə başlamır deyə bu şəkildə oxuyamayacaq. Yəni orada proses ona görədir. D variantında möhtərizəyə alıblar burada. Möhtərizə var sürətdə. Amma orada sürətdə möhtərizənin belə deyək də möhtərizəyə ehtiyac yoxdur. Bir də bu bir tərəfdə səhv yazıblar. 25 vurulsun A1 yazıb sonra plus 1 yazıblar. Bu tərəf məxrəc ümumiyyətlə səhvdir. Bu şəkildə. Növbəti sualınız. 57. 41. 41. Ara bu kimdir belə? Bütün dərdi tasın töküb bu məsələnin üstünə, hələ uzunluğuna oxuyaq. Bu sualı kim yazıbsa çox dərdli tasalı vaxtında yazıb. Aha. Belə bu şəkildə oxumağa çalışaq.
Demək nə deyir? Elektron cədvəl proqramında şirkətin işçilərinin cari ay üçün etdikləri satış miqdarı C sütununda, satış üçün aldıqları mükafat faizi isə D sütununda verilmişdir. Cədvəlin Y2 xanasına elə düstur yazmaq lazımdır ki, həmin düsturu Y13 diapazonunun xanalarında köçürdükdə bütün işçilər üçün mükafat məbləği AZN ilə hesaplansın. Bundan əlavə Y14 xanasına bütün işçilərə ödəniləcək Y14 hanı? Burada gətib 13-də bitirmisən axı. Hə, Y14 xanasına bütün işçilərə ödəniləcək mükafatların cəmini hesablamaq üçün də düstur funksiya yazılmalıdır. Bu məqsədlə uyğun olaraq Y2, Y14 xanalarına hansı düstur yazılmalıdır? Evin tikilməsinin nə uzunluqda bir şey yazıb. Yaxşı. Baxın uşaqlar, nə demək istəyir? Deyir ki, məsəl üçün İsmail Səyyatlı 950 min manat satış eləyibdir. Şirkət də buna satışının 1% qədər mükafat verir. İndi burada bu faizlə göstərilibdir bu xanalarda. Yəni D2 xanasından başlamış D13 xanasına qədər. Yəni burada faizlə göstərilir. Mənə bu məsələni tərtib edən nə deyir? Deyir ki, bunu Y2 xanasından başlayaraq aşağıya doğru demək hesaplayan bir dənə burada mənə funksiya qur. Biz də bu funksiyanı quracağıq. Bu funksiyanı quranda baxırıq bizim üçün xüsusi bir belə deyək C xanasında, D xanasında xüsusi bir dəyişməyən məlumat varmı? Yoxdur. Nə mənada yoxdur? Çünki bu şəxslər fərqli şəxslərdir. Ona görə də onların aylıq satışları da fərqlidir. Şirkət tərəfindən aldıqları faiz də fərqlidir. Bunu bildik. Ondan sonra başlayırıq bu faizi tapmağa. Faizi tapsam, faiz hardadır? D2 xanasındadır. Aylıq satış hardadır? C2 xanasındadır. Bax, səhv salmayın ha. Burada sıralama nömrəsidir. Burada isə xananın nömrəsidir. Sıralama nömrəsini cədvəli düzəldən daxil eləyibdir. Xananın nömrəsi isə Excel'in öz üzərindədir, ya kitabın üzərindədir. Yəni ora diqqət etmək lazımdır. Demək bu aylıq satışdır, bu da faizdir. Faiz miqdarıdır. İndi bunu mən pula çevirsəm, faizini necə taparam? Hə. 100'e vurar. Nəyə 100-ə vuracağım? Bu da gəlir. İnşallah bu iki cür verilə bilər. Burada diqqətli olmaq lazımdır. Yəni mənə yazılsaydı 1%, bax Excel'də bu şəkildə yazılanda bunu birbaşa aylıq satış miqdarına vursaydım burada görsənərdi. Amma belə olmadığı üçün Mükafat faizinə vurub 100-ə böləcək. nə edəcəm? Mükafat faizinə vurub 100-ə böləcək. Mükafat faizini vuracağam aylıq satışa. Bəli. Böləcəm 100-ə. Aha. Onda demək C2-ni vuracağam mən D2-yə, böləcəm 100-ə. İndi buranı möhtəziyə alacağam mı yoxsa yox? Almayacağım. Ona görə almayacağım ki, burada nədir? Əməllər ardıcıllığı. Fərqi yoxdur. Bəli, əməllər ardıcılığıdır. Ardıcıl olaraq gedir. Düzdürmü? O mənada almayacağım. Aha. Bu mənim bir düsturum. Və bu düsturu mən bu istiqamətdə tətbiq eləsəm, bir sütun üzrə dəyişir deyə, sütunlar dəyişməyəcək, sətirlər dəyişəcək. Düzdürmü? Aşağı getdikcə sətirlər dəyişəcək, mənə də o lazımdır, dəyişsin. Bu mənim birinci düsturum. İndi gəldim burada Y13-ə qədər göstərib. Bir dənə də deyir ki, burada aşağıda Y14 var. Ki, burada yoxdur, mən görmürəm əslində. Orada da nə edəcəm? Y2-dən, bax, bura Y2-dir. Y2-dən Y13 də daxil olmaq ilə, bax, Y2-dən 2 nöqtə, Y13 də daxil olmaq ilə qabağına bir sum funksiyası yazılacaq. Sum bərabərdir, sum Y2, Y13. Variantım nə olar? C variantı mı? Yox. Y variantı, bəli.
C variantı. C2 vurulsun, D2 bölünsün 100. Bir də bunları bu mükafat miqdarlarını ümumilikdə cəmləmək üçün Y2-dən Y13-ə. Növbəti 52. 52. 100% bu sualda yazan elə həmin adamdır. Dərdlidir. Sözdür ki, yazır. Bunu biraz qısa yaz. Şagirdlər üçün keçirilmiş 50 sualdan ibarət sınağın nəticələrinə əsasən Excel cədvəli qurulmuşdur. 50 sualdan ibarət sınaqdır. Bu 50 də burada göstərilib. Aha. Deyir ki, cədvəldə ardıcılıqla şagirdin tutduğu yer, onun ad və soyadı, düz yazdığı, səhv yazdığı, nə bilim, yazmadığı sualların sayı qeyd edilib. Hətta cədvəldən görünür. Bunların nəyə bir də deyirsən? Cədvəlin sonuncu sütununda isə hər bir şagirdin sualların neçə faizinə doğru cavab verdiyi əks olunmalıdır. F2 xanasına, F2 buradır, faizi göstərən xana. Hansı düstur yazıb aşağıdakı xanalara da tətbiq etmək, köçürməklə buna nail olmaq olar. Uşaqlar, birinci növbədə yadımda saxlayıram ki, mən sual sayım ki, burada verib 50. Mən eləməliyəm ki, bu 50 sabit qalsın. Və nəzərə alsam ki, bunu mən bir sütun üzrə aşağı doğru çəkirəm. Burada sütun dəyişməyəcək. Yəni, sütun həmişə F qalıb deyə sütun dəyişməyəcək. Dəyişən sətirlər olacaq. Ona görə də bu xana hansı xanadır? Baxın, 11-dədir. C11-də. C11 xanasının sütununu yox, sətrini mütləq sabitləməliyəm. Necə? Evet, dollar 11. Hə, düzdür. Demək, buranı mütləq sabitləməliyəm. Yəni, bu tərəf sabit qalmalıdır. Bunu yadımda saxlayıram. Aha, indi mən buradan faiz çıxartmalıyam. Nəyin faizini çıxadacağım? Doğru cavab. Doğru cavab faizi. Hə. Riyaziyyatınızı işə salın. Düzgün cavabları sualların sayını bölüb sorduğu yüzə vurub. Düzgün cavabları, məsəl üçün deyək ki, Turan Məmmədzadə üçün 48-i bölüb 50-yə vuracam 100-ə. Hə, beləmi? Hə. Aha. Bəli. Necə? Bəli. Bu şəkildə olur, yoxsa yox? Evet, belə. Aha. İndi bu 48-in olduğu xanaya baxıram. Bura C2-dir. Düzdürmü? 50-nin olduğu xana C, sabit 11-dir. Bölmə işarəsi vurulsun 100. Hardadır bilmirəm. Y variantı. Y variantı. Y variantı. Bəli. Yedi. Aydın oldu mu? Bəli. Yaxşı. Növbəti. Növbəti sualımız. Deyirlər asla verməmişsə. Bəli. Abi asla vermişsə. Mən belə soruşuram, yəni istəyirsiniz izah eləyim, istəyirsiniz, yəni nə sualınız varsa, açıqlama verməmişəmsə, yəni 53-dən də belə deyək. 53-dən sonranı onu da yazarsınız, baxarıq. Amma o qədər də çox deyildi, yəni bunlar işləmək olardı. Eynidir qapalıyım. Bəli, eyni suallardır, sadəcə bəndlər yoxdur da, yəni açıq dediyim budur. Yaxşı, burada bir məsələ tipi var. Mən bunu deyim. Yazanda buna diqqət eləyərsiniz. Bunu Hüseyn məndən soruşmuşdu. Demək, B3-dən G8-ə yazıb mənə deyir ki, bu diapazonda ümumi neçə xana var? Baxın, mən bir xanadan məlumatı hansısa xanaya köçürdəndə o xananı, daha doğrusu o sütunu nəzərə almırdım. Deyək ki, D3-dən gəlib, nə bilim, B3-ə D-ni nəzərə almırdım köçürəndə. D-dən sonrakıları sayırdım. Amma belə diapazon soruşanda
Mən buradakı sütunu da sayacağam, gedib çatdığı sütunu da sayacağam. Bu şəkildə sayacağam. İndi bu diapazonu tapanda nə edirəm? Birinci sütun fərqini tapıram. B-dən başlasam, B, C, D, E, F, sonra nə? C mi? C. Aha. Neçə dənə oldu? Bax, 1, 2, 3, 4, 5, 6 mı? Hə. 6 sütun buradadır. İndi sətirlərə baxıram. Sətirlərə. Sətirlərdə buradan bunu çıxacağam. Üstünə 1 gələcəm. 8-dən 3-ü 5-i 6. 6 da bu. Və buradakı diapazonda neçə xana var tapmaq istəyirəmsə, demək, nə edəcəm bunları? Bir-birinə vuracağam. Evet. Yaxşı. Başa düşdük bunu. Bax, burada belə bir neçə məsələ var. Gördüm ki, buradan sual verənlər var idi. Keçən dəfə yazmışlar. Ona görə bunu izah elədim ki, bunu başa düşək. Yerdə qalanları isə bayaq yuxarıda elədiyimiz tərzdə məsələlərdir. Bunlara zəhmət olmasa evdə baxarsınız, həll eləyərsiniz, suallarınızı gələn dəfə verərsiniz. Yaxşı, Müəllim, buyur. səhifə 57-də mən bayaq onu soruşmuşdum. İnternet içərisində orada qulaq asa bilmədim. Təslim deyə bilər. 57 mi? Səhifə 57-də 10-cu sualı. Bir dəqiqə qızım, gelin ora. Niyə demirəm? 1 də deyərəm, 5 də deyərəm. 57. %57-də neçə idi qızım? 10. 10? Bax. 10. Yaxşı. Deyir ki, mətn redaktorunda səhifəyə informatika sözü yazılır. Bax, yazdıq belə, informatika. Aha. Belə yazdıq. Deyir ki, bu söz seçilir. Seçdim. Burada yazıb ki, 2 dəfə Ctrl-C vuruldu. Yəni, 2 dəfə yox, 5 dəfə vur. Eyni işdir də, yəni gördüyüm Ctrl-C. Yəni, nə demək? Kopyalamaq. Kopyaladım. İstəyirsən 1 dəfə kopyala, istəyirsən 5 dəfə kopyala. RAM-ın yaddaşında sonuncu kopyadır. Yəni, bunun burada 2 dəfə, 5 dəfə olmasının heç bir önəmi yoxdur. Sonra deyir ki, 1 dəfə Ctrl-X vuruldu. İndi Ctrl-X vuranda bu Ctrl-C yenə önəmsizləşdi. Çünki RAM sonuncu işi yadında saxlayır. Yəni, Ctrl-X-i. Sonra 3 dəfə Ctrl-V vuruldu. Ctrl-X vurulanda bu silindi. Yəni, burada görsənməyəcək. Ctrl-V vurulanda 3 dəfə. Bu söz 3 dəfə yapışdırıldı. Birini yazmışam, ikisini də yazdım. Aha, belə bu şəkildə. Oldu 3 dəfə. Sonra deyir ki, Ctrl-Y vuruldu. Ctrl-Y hizalamadır. Hara hizalayır? Mərkəzə. Bunun sözün, belə deyək də, sayına heç bir dəxli yoxdur. Deyir ki, nəticədə mətn sayəsində neçə ədəd informatika sözü yazıldı? 3 ədəd. Bildinmi? Bax. Yaxşı. Sualınız var mı başqa? Başqa sualınız yoxdursa, mən sizə diaqram bölümündən də bəzi şeyləri başa salmağa, izah etməyə çalışım ki, bunlardan da həll eləyə biləsiniz. Baxın uşaqlar, məsəl üçün deyək ki, burada 7-ci sual var. 7-ci sualın, amma bəndləri biraz yuxarıdadır. Yaxşı, 7-ni deməyim, yox. 2-ni deyirəm, baxın. Bu ikinci sualda mənə nə deyir? Deyir ki, diaqram hansı diapazona aiddir? Baxın,
burada olan diaqramı biraz mən böyük çəkirəm belə, bacardığım qədər. Burada bir 10% var, 30% var, 60% var. Bura 10'dur, 30'dur, 60'dır. Yadımızda saxlayırıq ki, diaqram burada iki cür formalaşa bilər. Bir ola bilər ki, sətir üzrə olsun uşaqlar, sətir üzrə. Bir də ola bilər ki, hansısa sütun üzrə olsun. Yəni bir sətri seçib diaqram işarəsini vurarlar. O sətirlərə görə diaqram formalaşar. Bir də olar ki, sütunu seçib diaqram işarəsini vurarlar. O sütuna görə diaqram formalaşar. Amma burada xüsusi bir cəhət nədən ibarətdir uşaqlar? İstənilən bir diaqramın quruluşu bax bu istiqamətdədir. Saat əqrəbi istiqamətində. Yəni bu şəkildə dönür. Yəni əvvəl 10, sonra 30, sonra 60% formalaşıb. Bunlara mən baxsam, bunları hamısını 10'a bölsək, 1, 3, 6 nisbətində bir quruluş var bu faizlər arasında. İndi baxıram, sətir üzrə və sütun üzrə. Sətir üzrə, sütun üzrə. Bunların hansında o quruluş var? Baxıram ki, baxıram. Bax, burada. Gördükmü buranı? Bax, belədir, bax. 2, 6, 12. Bunların hamısını 2'yə bölsəm, 1, 3, 6 nisbəti formalaşır. Yəni, buradakı nisbət formalaşır. Onda mən deyə bilərəm ki, bu diaqram A4'dən C4'ə. A4'dən C4'ə. Yəni, B variantında formalaşıb. Başa düşdü. Bəli. Bəli. Yaxşı. Bu belə. Bu dördüncü sual konkret orada bir dənə şəkil vardı. Excel'in Dimin kitabından baxsaz, axırıncı belə deyək, mətin hissəsində belə bir şəkil var. Orada hissələrin izahı var. Məsələn, burada sual olunur ki, tutaq ki, bu hissə nədir? Bu hissə legendadır. Zəhmət olmasa o şəkli, məndə burada Dimin o kitabı yoxdur, PDF olaraq sizə göstərim. Həmin şəkli açarsınız kitabdan. Orada hansı hissə nədir? Məsəl üçün, bura iş sahəsidir, bu diaqramdır və s. Bunların adlarını oradan öyrənərsiniz. Yaxşı. Baxın, görün. Baxın, məsəl üçün 8'ə. Görün, bunu rahat deyə biləcəkmisiniz? Aha. 8'də nə deyir? Elektron cədvəlin fraqmenti vermişdir. Bu cədvəl əsasında aşağıdakı diaqram qurulmuşdur. Diaqram hansı diapazona əsasən qurulmuşdur? Özüm deyib, özüm izah eləyim. Faizlərə baxırıq uşaqlar. Faizlər yaxın faizdir. C2, C4. C2, C4'dür, bəli. C2, C4, bəli. Yaxın faizlərdir. Faizlər Ədədlər də yaxın olaraq götürəcək, değil mi? Bəli. İndi mən bayaq belə bir şey dedim. Dedim ki, bir ola bilər sətir üzrə baxılsın, bir də sütun üzrə. Mən baxıram ki, burada 3 dənə faiz varsa da, onda sətir üzrə baxıla bilməz. Burada sətir üzrə baxsa, hər birində 2 verilən var. Sütun üzrə baxıbdır. Sütun üzrə baxıram ki, hansı sütundakı verilənlər yaxındır. Çünki faizlər yaxındır. Elə bilirəm, başa düşüldü. Aha. 9-cu məsələni kim deyər? Ya da ümumən baxın. Görüm kim deyəcək. Elektron cədvəl fraqmenti vermişdi. Bu cədvəl əsasında. Cavab da bəndedir. Nə bəndi? Dəniz. D. D2-dən D4'ə. Bəli. D2-dən D4'ə. Mən burada sizdə kitabdırsa, bunların faizlərin mənə deyin də. Mənim 50 faiz, 21 də 29. 21, 29, 50. Belə deyək. 50. Hə? İkisi üçüncü yardı. Ay sol, ikisi o birisinə bərabərdir. Yəni ikisinin cəmi 350 ilə 500, 850-ni verəcək. Düzdür. Əla. Yaxşı.
Baxın bir görün başqa hansı tip məsələ var. Məsələn 24-ə baxın. Burada da yenə bax eyni quruluş mövcuddur. Bir tərəf 50%-dir, digər üçünün cəmi birinə bərabərdir. Deyir ki, elektron cədvəl fraqmenti vermişdir. B2-dən Y2 diapazonu əsasında qurulmuş diaqramın şəkildəki kimi 1.5 olar mənim. Hə? 1.5 olar. 1.5. B2-yə nisbəti A1-in D1 plus'u. Yəni burada nəzərə almaq lazımdır ki, baxın, biz demədik saat əqrəbi istiqamətində. Bu başlayır B-dən. Çünki niyə? Mənə deyir B2-dən Y2-yə. Bu A bura daxil deyil, ha. Aydınmı? Yəni bu istiqamətdə fırlanır belə. 50%, 12.5%, 12.5%. Bu gəlib çıxacaq hara? Bu 25%. Bax, bura gəlib çıxacaq. Y2-yə. Bunu nəzərə aldıq. Elə bil A2 çıxaq C1 bərabərdir. B2 bölək C1 üstə gəl. B1 plus C2 böl 2 üstə gəl nəsə yazmalıyam ki bərabər olsun. Yəni o qədər çətin bir şey deyil. Burada rəqəmləri verilibdir. Mən sadəcə ümumi yazdım. Dəyərlər verilib, hamısı var. Yerinə qoyub tapacaqsınız. Bəzi dəyərlər var. Məsələn, burada A1-i yerinə qoyacam, B1 var. Buradan A2-in qiyməti çıxacaq. Biz orada D sütunundan da zaten tapa bilərik də. Oradan da tapa bilərsən. Bəli, B1 var. C2-ni əvvəl tapmalıyam burada. B2 bölünsün C1'dir. Yəni mütləq D-nin yarısına bərabərdir axı. Aha. Oradan görürəm ki, B1 ilə C2-nin cəmi 50%, yəni Y variantını verir. Y sütunundakı verir. Y sütunundakı verəcək. Bəli. İndi o sütundakı nədir? Y sütununda. Gedişin düzdür. Yəni məsələnin ümumi məğzunu başa düşürükmü? Məsələn, necə baxacağıq? Yəni burada mən istəyirəm ki, nəyi başa düşəsiniz? Əsas o riyazi tərəfi həll eləyəcəksiniz. Orada deyiləm. Məhsul tapmaqda tapacaqsınız. Yəni orada deyiləm. Sadəcə başa düşəsiniz ki, bax burada B2-dən Y2-yə deyir. Yəni buranı nəzərə almadan bu diaqram qurulub. O mənada bu 50% düşür B2-yə. Yəni buranı başa düşün, qalanını evdə həll eləyərsiniz. Yaxşı. Yenə bax, bu da 30 da eyni tip məsələdir. 32 də eyni tipdir. Yəni bunlar eyni tip məsələlərdir. Müəyyən məhsullar var, onları tapacaqsınız, ondan sonra həll eləyəcəksiniz. Yəni diaqram anlayışı burada belədir, bu cürdür. Sadəcə istiqaməti bilmək lazımdır. Hardan başlayır, harda bitir. Saat əqrəbi istiqamətində. Onu bilsəz, qalanını elə biləm. Məsələn, 36-ya baxın, görün, nə deyirsiniz? Mən belə izah vermək istəmirəm. O bir tərəfi həll eləmişdiniz deyə, yəni suallarınızı cavablandırdım. İzah eləmək istəmirəm. İstəyirəm bir özünüz işləyəsiniz. Bir ikisini dedim. Bunu da baxın görün. Məsələn, harasını başa düşmürük bu tip olsa. Deyir ki, B1 xanasına hansı tam qiymət yazılmalıdır ki, hesablamalardan sonra A2, C2 diapazonuna əsasən qurulmuş diaqram. Yəni bu A2-dən başlayır. A2 onda buradır. Bax, bura A2-dir. Bura gəldi B2-dir. Burada gəldi C2-dir. Yəni C2 buradadır. Yəni bura. Bura 50%'dir. Yəni bunu başa düşdümsə, elə biləm qalanını da yerinə qoyub məhsul olaraq həll eləyib tapmaq olar. Düzdürmü?
Dediyimi başa düşürsünüz? Bəli, bəli. Vəssalam. Bəli. Yaxşı. Qalır qalanı həll eləmək. Yəni riyazi olaraq həlldir. Bunları da inşallah eləyərsiniz. Yenə də buradan nə sualınız olsa, əlbəttə ki, cavablandıracağıq. Yaxşı. Evdə bunlara baxarsınız, həll eləyərik. Yenə də nə sualınız varsa, nə qaranlığınız varsa, indi dediyimə görə, məsəl üçün, diaqram üzərindən dedim ki, bu məsələlərə belə baxacağıq. Nə sualınız varsa, buyurun. Videolara baxa bildinizmi? Bəli, müəllim. Hə, boş vaxtınız olduqca uşaqlar, mən sizə demirəm onlar düşəcək. Bax, 100% deyirəm ki, düşməyəcək. Yəni bunu bilin. Ancaq boş vaxtınız olduqca, yəni bir video baxmırsınız, tutaq ki, nə bilim, indi telefonda da götürürsünüz, deyirsiniz ki, tətildəyim, istirahət edeyim. Hə, bir video, məsəl üçün, nəsə TikTokda, zətdə, orada, burada. O videolara baxınca, yəni orada qəşəng izahlar var. Hər bir funksiyanın necə işlədiyini öyrənin. Excel sizə lazımlı bir, belə deyək, proqramdır, riyazi bir proqramdır, hesablama proqramıdır. Belə deyək, hər işdə hesablama ilə bağlı, hər işdə işinizə yarayacaq bir proqramdır. Çünki orada çoxlu sayda, keçən dəfə əgər gördünüzsə, formullar var. O formullardan istifadə eləmək olar. Yəni, başlanğıc olaraq o videolara baxıb öyrənsəz, qalanını da yavaş-yavaş özünüz o, belə deyək də, maraq dairəsində öyrənə bilərsiniz, sonrasını gətirə bilərsiniz. Amma baxmaq məsləhətdir. Məcbur deyilsiniz, mən o videoları atmışam sizə, yenə deyirəm, imtahana düşmür. Bu imtahana düşən suallar qaydasını gördünüz. Məcbur deyilsiniz. Amma kim istəyir ki, bir qədər inkişaf elətdirsin, gələcəyinə bir sərmayə eləsin, yəni indidə qəşəng vaxtdasınız, boş vaxtınız, asudə vaxtınız müəyyən qədər var. 11-də heç olmayacaq. Yəni 11-də istəyəcəksiniz, baxarsınız bəlkə də, alınmayacaq. İndi biraz asudə vaxtınız var, düşdükcə bax. Yaxşı, sual varmı? Xeyr. Yoxdur. Tətil 5-ci gün bitir. Yəni 5-ci günə. 5-ci günə qədər istirahət eləyin qəşəng, dincəlin. İnşallah birinci gün görüşərik. Özünüzdən müğayət olun. Gecəz xeyrə. Sağ olun, məncə. Sağ olun. Sağ olun. Sağ olun. Güzel xeyr. Sağ olun. Müəllim, çox sağ olun, minnətdaram. O, Windows 11 K-də müəllim, əgər imkan olsa, kompüteri məktəbə gətirərsiniz, orada mən həll edeyim.